sevərik. Axşamınız xeyir, bayramınız mübarək. Mətbuat konferansımız davam edir. Öncə Qurban mənim fikirlərini bilirsin, daha sonra suallara keçsin. Axşamınız xeyir olsun. İlk öncə başda müvafiq olmanın olmadığını bağlı tərif edirəm. Çox büyük bir səfər olub. Allah'ın şikalımız olsun. Oyuna gəldikdə, ondan əvvəl stadionda elə tasvir var idi ki, sanki bayram üyəsi ilk olaraq elə hər iki komandanın təşəkkür etmək istəyirəm. Xoş olan gördüklərdə Marakeşlərlə, Məhkəbəkeşlərinin hansı ki 44-cü dəqiqəni qeyd eləməsi çox xoş oldu və hər gün təşəkkür edirəm. Çox da gözəl Marakeşli oldu stadionda. Və futbolçularına da təşəkkür edirəm, sağ olsunlar. Çox vacib qalib əldə olundu. Ümumiyyətlə, hər komandanın futbolçuları çox yaxşı, dinamik, sürətli oyun göstərdi. Və çempionatda bu oyundan sayı çox olsa, daha gələcəkdə bizim üçün, bütün komandaların futbolçular üçün inkişaf daha tez olar. Belə, qarşıda da milli komandamız oyunları var. Komandamızda olmalar arzulayıram, daha güclü eləyəcəyik və bu qədər Allah'ın önemliyiz. Buyurun. Buyurun. Quran təbii ki, münasibətlər start heyətinə baxanda bir sıra aparıcı futbolçularınız var idi, amma başqa cür də ola bilərdi. Burada hansı amil həll edici oldu? Yəni Neftçi ilə deyil, bir matçı yoxsa necə? Çünki həmin Zubir, həmin Leo və digərləri Medina ağır Chelsea maçından çıxmışlar. İlk olaraq oyunun son 4-cü günüydü. Həm Zubir, həm Leo oyunu sonraki oynamamışdılar. Fizik göstərilərə baxmışdıq və Kevin də tam hazır olduğunu da dedi. Çünki biz bütün futbolçulardan belə bir oyunlardan sonra oyundan öncə soruşuruq ki, onların ilişkinə güvənəcək kim yoxundur, kim olmadılar, fikirlərini bildirlər. Bu yerləri fizik göstərilərə görə bunlara baxmışdıq və gördünüz ki, məsələn, Mateus Böreğinin baxmalarıyla razı olmuşdu, amma onun maksimal şəm sağlığı, maksimal göstəriciləri çox yuxarıdır. Ehtiyat elədik, həm Mateus'da, həm sonra da müdür olaraqdır. Həm də ki, biraz pauzuna qarşı çox olurdu. Həmin oyuncuların hansı ki, 4 gün fazla müddət deyil. Biraz o etkilmək olmasından çox da oynayırlar. Buna görə belə adım atdım. Buna geçərtmə görə futbolçuların seçim göstərilərində hazırlığına görə. Buyur sən. Qəribə münasibətlərdə ki, həm Qarabağın oyunu üstün apardığı görünürdü. Mən Neftçi barədə soruşmaq istəyirəm. Neftçi sizin gözlədiyiniz kimi oynadı mı, yoxsa sizin nəsə tərtibləndirildi? Neftçi axır yıllarda oynamaq üçün çox iyi əməkçi var komandada, həm oyuncularında, həm toplar əftarında ümumiyyətlə, yəni düşünülmüş hücumları var, müdafiədə çox sağlam oyuncular var. Həlləkdir, sanki bir tanıyır. Hər oyundan oyuna, boşda bir tanıyır və bir çox yaxşı anlayırlar. Belə, mən bu davam etsə, qarşıda anlayış da asan olmalı gözlənir. Buyurun. Merhabalar, Ramazan Çelikes'in Kuzey Kıbrıs Türk Cumhuriyeti'nden geliyorum. Özellikle maç öncesindeki anlamlı etkinlikleri beklediğimiz galibiyetten dolayı tebrik ederim. Karaman özellikle Avrupa'da yükselen formu elde ettiği başarılar Kuzey Kıbrıs Türk Cumhuriyeti'nden de yakından takip ediliyor. Buradan sizi takip eden Kıbrıslı Türk futbol severlerine yönelik bir mesajınız olacak mı? Ülkemize hoş geldiniz. Cehennem bakarım görün biraz fərqli gördünüz. Çok oyunlarda görmediğim jurnalistleri gördüm. Çok hoş oldu sizler burada görmek. Hoş geldiniz bizim gözüne baktığımıza. Ve biz ancak buna sevinirik ki Qarabağlı biliyorlar ki
bütün çox müsabiqələrində izləyirlər, oyunlarına baxırlar və o cümlədən də böyük Türk milləti, ümumiyyətlə Qarabağ bütün oyunlarına baxırlar. Öyle çox xoşdur. Buradan ancaq mən təşəkkür edirəm bütün bir yaşayan Türklərə, qardaşlarımıza. Böyle ki onlar bizim yanımızdadırlar, bizimlədirlər, duaları bizimlədir, deyimlərdir bizimdir. Çok hoş oldu sizlerle. Buyurun. Ben de Kuzey Kıbrıs Medya Numarası Serdar Şengül. Bizim de tabii ki ülke olarak merak ettiğimiz futbol severlerin, özellikle son zamanlarda Karabağ Futbol Kulübü'nün bu başarı ruhunu size göre daha çok neye borçlu? Bunu öğrenmek istiyoruz sizden. Ben çok müsabiqələrini bildirmişəm, fikirlərimi həmişə bildirmişəm ki, Qarabağ ümumiyyətcə bu ad Azərbaycan üçün çox böyük önəm kəsb edir. Bu komandada mən ümumiyyətcə bizim rəhbərlik səviyyəsində həmişə futbolçularımıza bildirir ki, burada ciddi olmaq, məsuliyyətli olmaq hər birimizin borcudur. İlk olarak biz Azərbaycanlıların və sonra da bizə gəlmiş legionərlərin. Biz onlara da, onlar da gəldiğinde bütün bizim Qarabağ ümumiyyətcə hadisələrinə maraqlanırlar, deyirlər ki, hansı komanda gəldilər və bizim onlardan tələbimiz odur ki, biz işimizə çox ciddi olacağıq və biz sizlərdən, dostlardan onu buraya gətirmişiksə, sizdən tələbimiz çox olacaq. Çünkü bu komandada bizim qeyri-ciddi olma hakkımız yoktur. Bu adı belə rəhbərlik səviyyəsində həmişə fikir olub ki, bu adı bunu saxlamaq həmişə Avropa ən azından baxmayaraq ki, bizdə daha büyük çempionatlar var, daha büyük futbolcular var, amma hər halda layiqli təmsil etlər bu adı. Buna görə bizim ən belə deyək, birinci tələbimiz bu futbolçularımızı bunu çatdırırdır. Əlbəttə ki, futbolçulara sağ olsunlar, biz deyirlər ki, onu icra etmək çox vacibdir və onlar da sevərək icra edirlər və belə də ilk olaraq özünü və sonra kim varsa futbolçular və yaxud digər işlərimiz bizim gibi məsuliyyətli olmamaktan başqa bizim hakkımız yoktur. Bunu biz daha çok futbolçularımıza, komandaya bildirdik. Təbrik edirəm bu münasibətlə. Qarabağ uğurlarıyla beynəlxalq medianın da diqqətini cəlb edir, qonaqlarımız çox olur. Chelsea-lə oyun öncəsi də Türkiyə həmkarımız sizə sual verir. Türkiyə klubları ilə Qarabağ mübahisələri, büdcələrinin çıxışını. Türkiyə klublarında belə bir prinsipiallıq da var. Bəzən öz aralarında böyük derbiləri qazanmağı həm klublar, həm azərkeşlər daha çox tələb edirlər. Nə ki, Avrokuboqlardakı uğurlu çıxışı, yəni beyin derbiləri daha üstün tutulurlar. Siz necə, belə deyim, Avrokuboqlardakı qələbə daha prinsipialdır, yoxsa Neftçi üzərindəki qələbə? Bir şey deyirlər ki, qardaşlarımız nə deyirsə düz deyir. Biz onların yanındayıq. Bizim hər klubun belə deyək də öz tələbləri var, hər komandanın öz tələbləri, amma o da o mühitə uyğun, o insanlara uyğun belə bir qərar verirlərsə, bir fikir olursa biz onların yanındayıq. Buyur ana. Sport Aslar Kanal Cəhətli Qurban və milli komandadan danışdınız. Millimiz uzun müddətli qələbəyə həsrətdir. Qarşıdakı maçlardan nə gözləyirsiniz? Dediğim kimi çok değerler var milli komandada. Baxmayaraq ki, rəqiblər çox ciddi rəqiblərdir. Halda mən ümumiyyətlə futbolçularıma güvənmişəm, ümumiyyətlə Azərbaycan komandasına inanmışam, güvənmişəm və inanma da itirmirəm. Ola bilər, bugün olsun, ola bilər, bir gün ola bilər, 5 ildən olsun, amma o inanma heç var itirmək istəməmişəm, çünki o bizim milli komandamızdır, futbolçularımızdır, daima istəmişəm ki, yanlarında olmalar və uğurlar arzulayıram və inanıram ki, daha yaxşı nəticələr əldə eləməyə layiqdirlər və qalibdirlər. İkinci sualım vardı Qurban bəy. AFFA'nın bəzi əcnəbi legioner futbolçuları milliləşdirəcəyi bildirilir. Bu sırada Abdullah Züqrin də adı çəkilir. Ümumiyyətlə,
legioner futbolcuların milliləşdirilib milli komandaya cəlb olunmasına necə münasibət bəsləyirsiniz? Ama üçüncü sualım var. İkisi bəsdir. Hamısı birlikten Yani onlarla tanıştılar. Çünkü ben həmişə belə deyək də, hər ümumiyyətcə hər qurumun cavabdeh şəxslərin öz strategiyası var. Hansı bir məsləhət olsa, hansı bir fikirləri bildirmək lazım olsa, biz həmişə bildirmişdik öz fikirlərimizi, amma heç kimin qərarına və şunu hörmətsiz yanaşmaq istəmir. Hörmət yanaşmışıq və ona görə sənin bu sualına belə özüm hər bildirmişəm, milli komanda xəbərlər olduğum üçün milli komanda daha az danışmaq istəyirəm. Amma mən ananlarının qarşısında 3 sual varsa, o sual ver, mən sənə cavab verəm başlayayım. Buyur xanım. Mən öncə təbrik edirəm. Neftçinin Qarabağ üzərindəki sonuncu qələbəsinin tarixi xüsusidir. Məhz bu qələbədən sonra Neftçi çempion olmuşdur. Və o məğlubiyyətdən sonra sanki Qarabağ Neftçiyə qarşı daha amansız görünür. Böyük hesablı qələbələr var. Ümumiyyətlə 5 ildir Neftçi qələbə qazana bilmir. O dönəm yaxşı xatırlayıram. Həmkarlı Samira Basovla çıxması vardı. Gəldik və Qarabağdan çempionluğu qopardı. Maraqlıdır belə tendensiyanın, belə seriyanın yayılmasında o məğlubiyyətin və o açıqlamanın rolu nədir? İnan heç belə onları düşünmürəm. Mən xatırladım. Çox sağ olun, amma mən belə deyək də, keçmişə qayıdaraq belə deyək də, işini qurmaq barədə və yaxud uğur əldə etmək barədə heç vaxt fikirləmirəm. Həmişə qarşıdakı oyunlar, qarşıdakı rəqibə həmişə yönləndirmişəm. Ona görə istər neftçi olsun, istər digərlər olsun, sabah olsun və Kəbələ fərqi yoxdur. Yəni ki, biz hamımız belə deyək, dost komandayıq, hamımız ən çox biz birbirimizi görürük, ən çox biz birbirimize qarşı oynayırıq. Ona görə elə hansısa bir belə deyək, fikrə belə deyək də, mənfiyyəsi verməyin biraz düzgün olmaz. Amma hər belə deyək də, ümumiyyətcə insanın, hər məşqinin, hər şəxsiyyətin öz uğur yolu var, iş prinsipləri var. Mənim prinsiplərim belədir ki, çox da belə yazılara, çox da fikirlərə vaxt ayırmıram. Çünki hamısı bizim özümüzüklərdir, hamısı Azərbaycanlarımızdır. Ona görə hər bir deyilən fikrə də, sözə də hörmətləmişəm. Buyurun, Allah təbrik edirəm. Qarabağ həmçinin Çempionlar Liqasında oynayıb, çempionatda var, amma rotasiyada var. Ümumiyyətlə, bu son 2 ay ən çətin nə idi sizin üçün bu 2 frontda oynamaq üçün? Çətin, bəlkə deməzdim, ümumiyyətcə, vacib olan futbolcular salon qoyub saxlamalıdır. Çünki çox fərqli turnirlərdir. Çempionlar Liqası tam başqa səviyyə, başqa mübarizə, başqa sürət, başqa düşüncə, başqa motivasiya. Çempionatı tam fərqlidir. Üstəgəl meydançalar, üstəgəl rəqiblər, üstəgəl bəlkə hava şəraiti, çoxdur belə məşqçilər korpusu çox müzakirə edirik, hansı ki, futbolcuların futbolun formasını qoruyub saxlamalar və bəlkə də mən bugünə kimi yox, bugündən sonra da daha çox narahat olmağa başlayacağım. Çünki o yükləmələr daha olmağa başlayır. Futbolcularda fiziki yorumculuklar gəlir, ola bilər məsələn zədələrin sayı ola bilər get-gedə çoxalsın. Çünki insanlar, futbolcular həddindən artıq çox güc sərgiləməyə başlayırlar. Onların bir yorulma zamanı var. Ən çox narahat olduğum budur. Amma bugünə kimi belə pis olmayıb. Belə qoruyub saxlamışıq. Və sonralarda biz nəysə qurban vermişik hətta ola bilər bəlkə oyunun keyfiyyətini qurban vermişik ki, o futbolcuları qoruyub saxlamışıq. Uzun müddətli olmasın. Asan deyil. Buyur hocam.
Mən təbrik edirəm Qarabağ münasibətilə. Ən çox narahat edən məqamlardan biri, həmişə özünüz də bilirsiniz, Avropa çempionu, Avropa oyunları ilə daxili çempionlar arasında o topun oyunda olmaq faiz dərəcəsində çox fərq var. Bugünkü oyunda xüsusən də gol qollarına qədər bu faiz dərəcəsində deyil, istiqamə elədiniz. Məncə eləməzdim ki, bugünkü istiqamə elədir. Oyun olaraq belə, həm rəqib olaraq, həm çünki yaxşı mübarizə, yaxşı sürət, komandada keyfiyyətli futbolçular var idi. Bir xeyli mübarizələr oldu. Bizim qardaşlarımız rəqibə qarşı boş durmadılar. Daima mübarizədə çox sürətli oyuncular var idi. Belə maraqlı oldu. Bugün həm azarkeşlər, ümumiyyətcə belə hava şəraiti, belə razı qaldım. Çok fazla gələnlərdə görüşəndə dəyərləndik. Qurban mənim ilk dövrənin son oyunuydu bu günləri. Müqayisə etməyinizi istərdim. Uzun müddətdən sonra 12 komanda ligenin limiti götürülür. Ötən mövsümdən indiki mövsüm bu periodu müqayisə edəsə çempionatda fərq baxımından, çempionat səviyyəsi baxımından fərq var. Hiç sorun yok. Sadece dediğim gibi, eğer şərait daha yaxşı olsaydı, bütün stadionlar, bütün oyunların keçirilmə vaxtları, azarkeş sayı, bunlar hamısı olsaydı daha keyfiyyətli olardı. Onunla geçti olmadı. Bunlardan təbii şeydən qələbəçilər. Kamil Duran barədə soruşacağım ki, kluba gəldiyində sağ üçüncüsü üçün gəlmişdi, amma siz onu mərkəzdə oynatmaq qərarı verdiniz və oradan da mərkəz üçüncüsü kimi böyük işlər görür. Yəni, Chelsea'də bu oyunda göstərdiyi performans bugünkü oyunda, bundan əvvəlki imkanında deyə bilərik ki, Kamil Duran artıq Qarabağın mərkəz üçüncüsü. Hal-hazırda hal-hazırda yerlər özünü saxlayır. Amma onun sadəcə keyfiyyətli oyuncusu var. Biz o futbolçu baxanda hər gün mövqe üçün belə planlaşdırmışdıq və şükür olsun Allah İstanbul var. Necə ki, sizlər, qardaşlar, özüm belə daha bir üst axtarmaqda işimiz davam edirik. Fikirləşimizdə daha keyfiyyətli, daha yaxşı olsa komanda fayda çoğu, amma ümumi onun faydalı iş əmsalı hansı bizim tələbimizə görə, bizim rəqibin zonasında etdiyimiz presingdə də faydalı iş əmsalı bugünkü gündə çox yuxarıda, çox razı. Təşəkkür ederim. Buyur xan, son sual. Valla penalti ilə bağlı deyəcəm. Salman bildirdi ki, bu dəqiqələrdə belə 30 penalti verilməz. Sizin şəhəriniz maraqlı var. Düzünü dedim, hiç baxmadım ben sonra. Ama elçin mesleği devletin artı verir. Hem Avrupa'da xeyli oyunlar idare ediyor. Hiç var da bakılmadı. Yani ben arkadan məşqlər dedilər ki, həmçinin baxmaq istəyir olmaq ki, bəs ediyor. Ama yine bakarım ama dediğim gibi elçin mesleği transfer ediyoruz. Çox sağ olun, təşəkkür ederim. Sağ olun.